Dekabrın 22-sində Qusar rayon Heydər Əliyev mərkəzində şəhid ailələri və qazilərin övladları üçün balaca qəhrəmanlara Yeni il möcüzəsi adlı Yeni il tədbiri keçirilib. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun bir qrup mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər və onların övladları iştirak ediblər. Siz neçəlisində gedirsiniz? Xayrə xanım. Çox gözəl. Soyuq deyil siniflər. Yaxşı olar. Bayramınız mübarək olsun. Tədbirdə çıxış edən Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov qeyd edib ki, şəhid ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin təmin edilməsi, onların övladlarının hərtərəfli inkişafı, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi formalaşması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin şəhidlərimizin xatirəsinə və onların ailələrinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Bu sahədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə şəhid ailələri, müharibə iştirakçıları və onların övladları üçün mühüm dövlət proqramları, humanitar, sosial və mənəvi yönümlü layihələr reallaşdırılır. İcra başçısı bütün tədbir iştirakçılarını qarşıdan gələn dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il bayramları münasibəti ilə təbrik edərək, onlara möhkəm can sağlığı, uşaqlara sağlam, xoşbəxt və firavan gələcək, təhsil həyatlarında uğurlar arzulayıb. Bugünkü təşkilatçılara səmimi qəlbdən sağ ol deyirəm və inşallah 2026-cı il bizim dövlətimiz üçün, vətənimiz üçün və 103 minlik əhalisi olan Qusarımız üçün düşərli olan bayramınız mübarək olsun, hörmətli tədbir iştirakçıları, hörmətli şəhid ailələri, şəhid balalarımız, qazilərimiz. Sizə xoş günlər və can sağlığı arzulayıram. Uğurlar arzulayıram. Sağ olun. Tədbirdə çıxış edən digər rəsmilər qarşıdan gələn əlamətdar bayramlar münasibəti ilə təbriklərini çatdırıblar. Qeyd edilib ki, vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin daima uca tutulması, ailələrinin sosial müdafiəsinin və övladlarının layiqli gələcəyinin təmin edilməsi dövlət və cəmiyyət qarşısında duran mühüm məsuliyyətdir. Tədbirin bədii hissəsində Şaxta Baba və Qar qızının iştirakı ilə rəngarəng yeni il proqramları, hədiyyələr təqdim olundu. Müxtəlif əyləncəli oyunlar və interaktiv proqramlar uşaqlarda xoş ovqat yaradaraq onlara yeni il sevincini bəxş etdi. Bütün Azərbaycan xalqını bu bayramlar münasibəti ilə ürəkdən təbrik edirəm. Onlara can sağlığı, sülh, əmin-amanlıq, xoşbəxt, firavan bir həyat arzulayıram. Qoy bu yeni il sizin ömrünüzə, sevinç, ailələrinizə, süfrələrinizə ruzi bərəkət bəxş etsin. Bir daha bayramınız mübarək olsun, əziz həmvətənlər. Tədbirin təşkil olmasında əsas məqsəd odur ki, biz onlara hiss elətdirək ki, hər zaman onların yanındayıq. Mən fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və
yeni il münasibəti ilə bütün Qusarları, bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm. Bugün biz zərrə qədər də olsa balalarımızın üzündə təbəssüm yarada bildiksə, bu bizim üçün yeni ilə ən böyük hədiyyədir. Çok güzel tədbir təşkil olunub. Uşaqları sevindirmək hər birimizin borcudur. Onlar bizim gələcəyimizdir. Çox xoş oldu bu tədbirdə. Onların gülər simalarını görmək, hər birinə hədiyyələr verildi. Qusar Mədəniyyət Mərkəzinin, İncəsənət Məktəbinin sənətçilərinin ifasında səsləndirilən musiqilər və təqdim olunan rəqslər tədbirə xüsusi rəng qatdı. Bugünkü tədbirin təşkilatçılardan biri olmaq çox qürurverici hissdir. Bizim əsas məqsədimiz yeni il qabağı qəhrəman, şəhid və qazi uşaqları sevindirməkdir. Onlar bizim gələcəyimiz, qürurumuz və ümidimizdir. Mən o yeni ildə uşaqlara gözəl həyat, bol uğurlar arzu edirəm. Bayramınız mübarək. Kızlar taraf olanlar, kızlar hiçbir şey alkışlayın. Çox sağ olun, var olun. Həmişə balalarımız belə şən olsunlar, ruhiyyəli olsunlar. Allah şəhidlərimizə rəhmət eləsin və neçə bayramları belə qeyd edilir. Bu tədbiri təşkil edədiyinizə görə təşəkkür edirəm. Uşaqlarınız eğləndilər, şənləndilər. Başımıza da çox sağ ol deyirəm ki, uşaqlarımızı hər zaman sevindirirlər. Bütün mədəniyyət müəssisələrində çalışan əməkdaşlar kimi biz de bugün bayram şənliğində iştirak edirik. Şəhid balalarını sevindirə bildiksə, nə xoş bizə. Bayramınız mübarək. Vaktim
Qarşıdan gələn bayramlar münasibətilə bütün xalqımızı təbrik edir. Azərbaycanımızın daima inkişafı naminə hamıya nailiyyətlər arzu edirik. Feyruz Qayıtmazov, F Production, Qusar.